Bax, Vah 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 vah. bu nə plovdur? Usta, bu bizim qədim yeməyimiz şamı plovudur. Şamı plovu. Yaxına gəlir, şamı plov görürsünüz. Şamı Bu necə plov. bişirilir? Bizim, mən masallıdayam. O masallı ki, cənnət masallı, gözəl masallı. Bəli. Və burada ailəcə gəlib rahat qala bilərsiniz, təmlar dada bilərsiniz. Gətir də, onu da gətir də, gətir. Bu onu da göstərim. Usta məharətinizi göstərmişsiniz. Vay vay. Əsl qədim yeməklər Cənub mətbəxinə aid olan. Bax, Bu bax. bizim cənub mətbəxinə aid olan yeməklərdir, Talış mətbəxi. Bu tümbəkin dolması. Heyvalı tümbəki dolması. Heyvalı. Qədim mətbəximizdə. Bu şamı dedi ustam, bir dənə də var Cənub mətbəxində gilə şamı. Eləmi? Gilə şamı tam fərqli. İnşallah qismətə gələn dəfə hazırlayarıq gilə şamlarla. Bu isə şami yeməyi. İnşallah. Bir də var şam kababı. O da çox ləzzətlidir. Bunun reseptini səhifəmizdə paylaşacağıq. İnşallah. Və biz hal-hazırda Masallı Otel, restoran, Masallı Masallı süfrəsi. Otel, Masallı Süfrəsi İstisu filialının baş aşpazı Talib Usta bu günləri bizimlə bərabər oldu. Mən də ki, Masallı Otel, Masallı Süfrəsinin koordinator vəzifəsində çalışıram. Ümumi mətbəx koordinatoru. Cihan. Xoş gəlmisiniz. Hər zaman bütün hər kəsin yolunu gözləyir. Bir dənə də bir şey deyim ki, Mübariz müəllimin şefin səhifəsindən gələn qonaqlar və xüsusi endirim olacaq. Öpürəm. Biz yeyək, siz sonra baxarsınız. Bəli.